Salam olsun əziz dostlar. Bu gün də sizə maraqlı məntiq sual verəcəm. Bizə bu dairəni verib, bizə deyir ki, sual işarəsinin yerinə neçə dərəcə olacaq, onu tapın. Biz bunu nətər tapacaq? Biz deyirik ki, dairənin neçə dərəcə olur? Ümumi 360 dərəcə olmur, bax. 360 dərəcə ümumi dairədir. Bunun yarısı, biz bilirik ki, 360'ın yarısı neçə edir? 180. Yəni bu 1, 2, 3 dənəsi 180'dır. 3 dənə yerə bölsək, bir dənəsi neçə düşür? 60, 60, 60. Qeyd edirik. Bu 60'dırsa, bu da eyni şeydir. Bax, bu da 60'dır. Bunu da qeyd edəyədim. Diqqətlə fikir verirsiniz, bunun yarısını görürsünüz. Bu neçə dərəcədir uşaqlar? Baxın, bax bunu. Bu 90 dərəcədir də. 90 dərəcənin 60 dərəcəsi var. Bu ikisinə düşür neçə? 30 qalır. 30 da 2 yerə bölünür axı. Düşür o. 15 dərəcə bunun olur, 15 dərəcə bunun olur. Qaldı bu 90. Bu 90'ın da 15'i buradadır. Çünki bu 15'lər eynidirsə, bunlar üçü də eyni. Bu 15 budur, 15 budur, 15 budur. Bu tərəfdə 90 olmalıdır. Amma 15, 15, 15 var, 45 var. 90'dan çıxaram bu 3 dənə 15'i. Yəni 45'e çıxdım. Neçə dərəcə qaldı? B variantı 45 dərəcə. Başa düşdünüz nətər oldu? Məsələn, burada baxsınız diqqətlə. Deməli biz baxaq. Burada aha, bura baxın. Bu neçə dərəcədir? Baba bu. Düz buzağı, üst buzaq kimi bölüsük bunu. Bu 90 dərəcədir. 1, 2, 3, 4, 5, 6. 6 yerə bölüblər 90'ı. 90'ı 6 yerə böləndə bir dənəsi neçə düşür? 15. Bunlar hamısı 15'dir. 15. Bax, bu da 90'dır da, düzdür. Bu 15'ləri qoysam yerinə 15, bu da 15. Elədi 30. Bu tərəf ümumi 90'dır. 90'dan 30'u çıxanda bu neçə qalır? 60. Bəli, 60 qalır. Gəldik, bu tərəfdə ümumi 180'dır da, bilirsiniz, yarısıdır 180. 180'ın bunu 60 olduğunu bilərək 60'ı buraya yazıram. 60'ı buraya yazıram. 180'dan bu 2 dənə 60'ı çıxanda, yəni 120'ni çıxanda qalır 60. Bunlar da 3 yerə bölündüyü üçün hərəsinə düşür 20, 20, 20. Sağ olun, salamat qalın.